2000 manatlıq alış-veriş edən Xalidə xanım mənə belə bir problemini danışdı. Dedi ki, Gülü, əvvəl aldığım yataq dəstlərində əsasən prosinlərində problem yaşayırdım. Yuyanda hər dəfə yığılırdı. Eni 2.40 olan prosin axırda elə oldu ki, 1.80-ə gəldi çıxdı. Sənin pastellərlə baxırdım həmişə, o qədər xoşum gəlirdi. Amma qorxurdum birdən səndən aldıqlarım da yığılar. Elə ona görə 2 dənə aldığım prov üçün deyim yuyum baxım görüm necədir. Maşallah olsun Gülü, o qədər xoşum gəldi ki, həm material çox yumuşaqdır, bax belə qart deyil, həm də yığılmır. Mənim üçün əsas yığılmaması idi. Prosinlər qəşəng böyükdür. Elə ona görə də bu dəfə də səndən çoxlu pastellər, bir də səndəki olan o 70% pakrovalardan aldım qızıma cehizlik. Allah rozini bol eləsin və mənə təşəkkür elədi ki, yaxşı ki səni tanıdım. Artıq nə lazım olsa səndən alacağam. Artıq sənin daimi müştərinə çevrilmişəm. Mən düşünürəm ki, hansı işlə məşğul olursansa ol, əgər sən düz yoldasansa, halallıqla xidmət göstərirsənsə, sən orada hər zaman uğur qazanacaqsan. Maşallah olsun, mən artıq 10 ildir, artıq 11-ci ilə keçəcək ki, tekstil sahəsindəyəm və belə Xalidə xanım kimi daha çoxlu mənim belə daimi müştəri xanımlarım var. Sağ olsunlar. Mən də Allah şükür edirəm ki, nə yaxşı ki, belə gözəl xanımlarla məni qarşılaşdırıb və indidən sonra da yenə də çalışacağam sizə harda ən gözəl, ən yaxşı versiya, harda ən gözəl dəstlər varsa, tekstil məhsulları ən yaxşı versiyada sizlərə gətirim və sizlər də buyurub yararlana biləsiniz. Allah bütün gənc qızlarımızı xoşbəxt, bəxtiyar eləsin inşallah. Əgər siz də belə bir problemlərlə qarşılaşırsınızsa, rahatlıqla bizdən yataq dəstləri sifariş edə bilərsiniz. Mən hər zaman vurğulamışam, Branded tekstilindən mütləq yataq dəsti almanız lazımdır. Bir-iki dənə alıb prov eləyin, daha sonra zaten bizim daimi müştərilərimizə çevriləcəksiniz. Xanımlar, belə deyim ki, yataq dəstlərinin imzasını Branded tekstili atıb, hansı ki, keyfiyyətli yataq dəstlərini buyurub sifarişlərinizi verə bilərsiniz.